2026-cı il RFM 7-ci sinif final turuna düşmüş 4 baxlıq suallardan birinci məsələnin həllinə baxırıq. ABCD kvadratdır, AKB bərabər tərəfli üçbucaqdır, CYD bucağını tapın. Bərabər tərəfli üçbucağın tərəfləri bərabər olur, bucaqları 60 dərəcə olur. Məsələn, DAK bucağını tapmaq istəsək, bu da 30 dərəcə olur. Burada biz AK bərabər AB olduğunu bilirik. AB də kvadratın tərəfləri olduğuna görə AD-yə bərabərdir. Deməli, AD ilə AK da bərabərdir. Onda üçbucaq ADK bərabər yanlı üçbucaqdır. Ona görə 180-dən 30-u çıxsaq 150, 2-yə bölsək ADK bucağı və AKD bucağı oldu 75 dərəcə. 90-dan 75-i çıxanda CDY bucağı olur 15 dərəcə. C bucağı 90'dır və 90'dan da 15'e çıxsaq CYD bucağı olur 75 dərəcə.